Hər vaxtınız xeyirli olsun, hörmətli dinləyicilər, izləyicilər. Hazırda bizi harda dinləməyinizdən asılı olmayaraq gözəl əhval-ruhiyyə arzu etmək istəyirəm sizə. Sənətin səsindən bizim səsimiz gəlir. Hər zaman səs salırıq sənət dünyasına, sənət aləminə və elə qonaqlarımızla birlikdə. Əlbəttə ki, onların maraqlı yaradıcılıq sənət yolu ilə sizi daha yaxından tanış edirik və bu gün də çox maraqlı bir qonağımız var. Əslində mən deyərdim ki, bir çox sahələrə, bir çox sferalara müraciət edib, özünü realizə edib, hətta dövlət strukturlarında da çalışıb. Bugün isə biz sənətin səsində qonağımızın sırf incəsənət tərəfindən, daha dəqiq desək, musiqiyə olan münasibətindən və bir musiqiçi kimi sənətə verdiyi töhfələrdən danışacağıq. Araz İmanov bugün bizimlədir. Xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir, xoş görmüşük. Təşəkkür edirəm. Belə bir əhəmiyyətli gündə məni qonaq etdiyiniz üçün. Və əhəmiyyətli dedikcə bugün diplomatik xidmət orqanlarının peşə bayramıdır, əməkdaşlarının peşə bayramıdır. Fürsətdən istifadə edib mən buradan bütün diplomat həmkarlarımı, Azərbaycanı xaricdə təmsil edən dostlarımızı, bizim dəyərli nümayəndələrimizi təbrik edirəm və onlara fəaliyyətlərində uğurlar arzu edirəm. Qatılıram, mən isə sizi təbrik edirəm. Çünki uzun illər Azərbaycanı təmsil etmək, Azərbaycanın bax bu bir çox sahələrində uğurlu çıxış etmək, o məsuliyyəti daşımaq əlbəttə ki, böyük bir missiyadır. Çətin bir işdir, çətin və məsuliyyətli və şərəfli həmçinin də işdir. Bu işdə də, bu istiqamətdə də sizə uğurlar arzu edirik. Çox sağ olun. Araz bəy, bugün incəsənətdən musiqiyə gəlişinizdən, sənətə gəlişinizdən danışarkən bir haşiyəyə çıxmaq istərdim. Ətrafımda olan insanların, məsələn, həkimlər olsun, başqa bir, nə bilim, vəkillər olsun, bir də görsün müəyyən yaşdan sonra onların musiqiyə, incəsənətə olan sevgisi yaranır, bunu görürəm. Kimisə tarda ifa etməyə başlayır, kimisə, nə bilim, gitarada və yaxud da elə pianoda oxumağa başlayır, nəsə yaradırlar. Sizdə musiqi ilə tanışlıq necə oldu? İncəsənətə meyliniz, gəlişiniz necə oldu? Çünki elə musiqiçilərlə çalışırsınız bugün. Az sonra bunu danışacağıq, bağlantılarımız da olacaq ki, sırf peşəkarlarla maraqlı işbirlikləriniz var və musiqiyə gəlişiniz kimin dəvəti ilə deyək, kimin dəstəyi ilə və hansı hisslərlə yarandı? Çox sağ olun, çox maraqlı sualdır. Əslində cavabı da bir xeyli ala bilər, amma mən çalışacağım daha qısa olum. Mənim musiqi ilə tanışdığım genlərimdən gəlib əslində. Çünki valideynlərimin də danışdığına görə hələ bələkdə olduğum vaxtlarda mən ağlayanda nənəm ya babam Segah muğamı üzərində zümzümələr edirdilər və mən dərhal sakitləşirdim. Eyni zamanda bizim evdə qramofon olub biz uşaq olanda və müxtəlif ifaçıların orada vinilləri var idi, amma bu vinillərdən biri də Zeynəb xanlarımanın olub və onun da ifasında muğam parçalarını dinləyəndə mən sakitləşirmişəm. Hətta. Ondan sonra bizim ailədə də əmim musiqi ilə sıx məşğul olan insanlardan biri olub. Evimizdə musiqi alətləri olub, tar, piano, qarmon və mənim musiqi ilə təmasım ömür boyu. Yəni uşaqlıqdan belə deyək də musiqi ilə təmasda olmusunuz və heç təsadüfi deyil o zaman incəsənətə olan Ozan sevgi. qrupunun məşqlərini aparırmış əmim məni. Rasim müəllimi buradan salamlayırıq. Rasim Zəfərli bizim gözəl sənətkarımız və Azərbaycanda bir çox yeniliklərə imza atmış sənətkardır və onun yanında böyümək özü bir şans idi artıq. Onlar əsasən rock ifa edirlər. Bəli, rock idi. Və mən 2-3 yaşlarımda onların məşqlərinə məni aparanda rayalın üstündə yatdığım olub, o rockun səsindən, küyündən. Yəni musiqi ilə təmasım uşaqlıqdan olub, amma sonra böyüdükcə həm musiqi təhsil almışam, orta musiqi məktəbinə getmişəm, fortepiano sinifinə, amma bizim musiqi məktəbində çox peşəkar xor pedaqoqu işləyirdi. Vladimir Pavloviç Vlasenko, Allah ona rəhmət eləsin. Və onun
xoru, biz hələ orta musiqi məktəbi olaraq onun xoru ilə ali təhsil müəssisələri arasında yarışa getmişdik və yer tutmuşduq. Çünki Vlasinkanı növbədən kənar belə fərqli səviyyədə qəbul edirdilər və onun tələbələri oradan çıxıb konservatoriya qəbul olurdular. O dərəcədə peşəkar böyüyürdülər. O da təsir etdi sizin, həm də bir səs imkanlarınızın inkişaf etməsinə, bir vokala, nə bilim, estradaya, oxumağa meyil yəqin ki, həmin o Vlastinka ilə fəaliyyət edib başladı. Oxumağa meyil deyəndə biz həmişə ailə tədbirlərində, dost tədbirlərində biz oxumuşuq və bunu sadəcə bir məclisin tərkib hissəsi kimi qəbul etmişik. Bu heç vaxt öz vokal göstəricilərini göstərmək istəyi və yaxud da kimisə əyləndirmək istəyini olmayıb. Sadəcə bu içdən gələn bəzən bəli. Həmişə baş verən bir hadisə olub. Amma gəlin səmimi olaq ki, mənim vokal göstəricilərim elə də geniş deyil. Yəni mən elə bir geniş diapazon sahibi deyiləm. Amma burada bir səmimiyyət yenə də ortaya çıxmalıdır və məncə ifaçıda diapazondan daha önəmli səmimiyyət olmalıdır musiqiyə qarşı. Və həm də səs ola, bəzən görürsən səs var, savad var, hər şey yerindədir, amma insanların o sarı siminə toxunmur. Sanki o hissləri ötürə bilmir. Ona görə də çox gözəl vurğuladınız. Düşünürəm ki, əsas burada həm də sənətə olan, işinə, bu incəsənətə olan sevgidir və o ürəyinlə hiss edib dinləyiciyə ötürməkdir. Həmin sizin yaratdığınız ifalardan biri ilə elə gəlin dinləyicilərimizi də tanış edək. Çox qısa bir ara, ardınca elə həmin ifalardan biri səslənəcək. Təqdimatını isə daha sonra edərik. Əslində bir çox burada kompozisiyalar var. Bəlkə elə Süleyman Ələsgərovla başlayaq. Onun musiqisi ilə başlayaq. Bildiyimə görə elə gözəl peşəkar pianoçu Samir Şirinovla bunu işləmisiniz. Bəli, mən bizim bir çox, indi sadalamaq vaxtı var, amma bir çox musiqiçilərimizdən işbirliyində olmuşam. Onlardan da biri çox istedadlı Samir Şirinovdur. Və Samirlə bu bizim yeganə üzərində işlədiyimiz əsər deyil. Aşıq Yarı əsərini biz Şuşa ilinə həsr etmişdik. Çünki düşünmüşdük ki, həm Bülbül, həm Süleyman Ələsgərov həmin torpaqların nümayəndələridirlər və biz də həmin il üçün hansısa bir yadda qalan bir töhfə vermək istəyirdik. Məncə bu mahnı kifayət qədər yeni üslubda və yeni tərzdə yazılıb və dinləyicilər üçün o heç vaxt eşitmədikləri kimidir. Bəli, biz davam edirik. Bayaq çox gözəl bir əsər demək lazımdır. Çünki bəstəkarı da böyük Süleyman Ələsgərov. Bugün müraciət etdiyiniz bu cür əsərlər həm də müəllifləri də bizim aşıqlardan, aşıq yazarlarımızdan biri və yeni tərzdə, yeni nəfəs verərək sizə təşəkkür edirik ki, bu cür unudulan həqiqətən də əsərlərə yenidən həyat verirsiniz. Çünki çox nadir hallarda ifa olunan bir əsər idi. Mən təşəkkür edirəm. Bu əsər Şuşa ilinə həsr olunmuşdu, bir daha deyim və buradan Cabir İmanovun da ruhuna rəhmət diləyirəm. Çünki mən bu əsərin icazəsini kimdənsə almalıyam. Və onunla əlaqə saxlayıb belə bir layihə üzərində işlədiyimi dedim. O da sağ olsun razılığını verdi və biz sonra da onunla paylaşmışdıq ifa etdikdən sonra. Bəli. Hətta əlbəttə ki, onlar üçün də elə Tahir İmanov üçün də böyük bir şərəfdir ki, onların babasını bax bu cür əsərləri yenidən bugünkü dinləyiciyə də çatdırılsın. Bu cür maraqlı işlər edən, bu cür sizinlə də birgə maraqlı işbirliyi quran və ümumiyyətlə klassik əsərləri də fərqli tərzdə ifa edən, elə unudulmuş caz kompozisiyalarına da yeni nəfəs verən pianoçu, gözəl sənətkarımız Emil Əfrasiyabla indi ünsiyyətdə olacağıq. Hər vaxtınız xeyir olsun Emil bəy. Salam, hər vaxtınız xeyirli olsun. Əziz Sevinç xanım və mənim dostum, qardaşım, əziz Araz müəllim İmanov.
hamınızı salamlayıram və ən əsası dinləyicilərimizi salamlayıram. Bəli, təşəkkür edirik bu aralar, bu dəqiqələrdə bizə qoşulduğunuz üçün və bir çox musiqiçilərlə çalışmısınız, bir çox sənətkarlarla, peşəkar ifaçılarla çalışmısınız. Bugün isə maraqlı bir tandem yaratmışsınız, həm də Araz bəylə də. Belə deyək də, sizi bir peşəkar pianoçu, bir peşəkar ifaçı kimi, həm də Araz bəydə diqqətinizi çəkən məqamlar, onun hansı xüsusiyyətləri bugün digər ifaçılarla işbirliyində onu fərqləndirir, istərdik sizdən eşidək. İlk növbədə əvvəla Seyiş xanım, mən sizə dərin təşəkkürlərimi bildirmək istəyirəm ki, bu yenə də təsdiq edir ki, sizin peşəkarlığınız, sizin radyonuzun, Dalğa Radionun düzgün olan səviyyəsi, hansısa bir işə peşəkarcasına və dərindən yanaşma tətbiqi var. Mən bunu görürəm. Çünki bugünkü gündə sizlə üzbəüz orada böyük istedada malik olan insan oturub. Yəni bunlar əslində üzə çıxarılası, yəni belə bir insanlar, necə deyim sizə, olmur da, yəni onu o qədər dərin hiss etməlidir ki, insan. Bəli, duymaq lazımdır. O ki qaldı, həmin o gözəl şəxsiyyət, gözəl istedadlı qardaşım haqda mən danışsam səhərə qədər bitməyəcək. Çünki həqiqətən də çox böyük hissiyata malik olan bir insan. Biz həmişə ondan zarafat edirik, qulaq məsələsi. Çünki onun qulağı, onun zövqü həqiqətən də çox yüksək səviyyədədir. Biz Araz bəylə 2010-cu ildə, yoxsa səhv eləmirəmsə, 2008-ci ildə, 9-cu ildə, 2 dəfə dedim, ikisi də mima getdi. Deməli, 2009-cu ildə tanış olduq və birinci görüş məni təəccübləndirdi ki, dedim, mən bildiyimə görə, yəni bu insan o qədər, yəni dərin musiqiçi deyil, ya musiqi ilə məşğul. Siz demə, orada feedback çox böyük idi. Baxın, görün ki, bu ümumiyyətlə hər şey kökdən gəlir, mən bunu deyim. Birinci növbədə hər iki tərəfindən, həm Nazim müəllim tərəfindən, həm çox hörmətli Leyla xanım tərəfindən, yəni Araz müəllimin valideynlərindən danışmaq istəyirəm. İki nəsil, iki ziyalı nəsil, yəni iki böyük bir aristokrat, alicənab olan nəsildən gələn bir nümayəndə. Bugünkü gündə özünü və öz mədəniyyəti hansı səviyyədə təbliğ etməsi ilə bağlı demək istəyirəm. Siz indi düşünərsiniz ki, mən mədəniyyət sektorundan danışıram. Amma bunu bir məlumat vermək istəyirəm ki, Çexiyada uzun illərdə, belə deyək də, Araz ümumiyyətlə Xarici İşlər Nazirliyində uzun illər çalışıb. Ondan sonra mən indi bəlkə biraz düzgün deyək, mən Qarabağda bilirəm ki, o administrasiyada çalışan bir protokol administrasiya yaxud nəsə belə bir nümayəndə olub Qarabağımızda və Azərbaycanımızı layiqincə bir vətəndaş kimi, yəni mədəniyyət sektora aid olan insan yox. Bu bir məsələdir ki, o bizi layiqincə həm təmsil edir, həm təbliğ edir. Çünki gözəl ingilis dili var onun, insanlarla xüsusi tamasa girməsi üçün onun özünə məxsus öz strategiyası var. Öz psixoloji tərəfindən. Bu insan, mən belə deyim də, təhlükəli bir silahdır. Başqa bir ölkənin nümayəndəsinə. Yəni biz əgər bizim xarici işlər münasibətinin əsasında Araz İmanovu buraxsaq, biz bilirik ki, o dərhal qalib gələcək. Bu bir məsələ. Bunu qoydum qurağa. İkinci məsələ mədəniyyət sektorunda onun etdiyi addımları. Məsələ ondan ibarətdir ki, mən hər zaman demişəm, bildiyiniz kimi hal-hazırda Azərbaycan Milli Konservatoriyasının Populyar Musiqi və Caz İfaçılığı Kafedrasının müdürü olaraq bizdə fərqli olan tələbələr var, hər bir istiqamətdə. Mən hər zaman həm onlara, həm üzümü tuturam burada bizim ulduzlarımıza, bizim peşəkar üslubda yanaşan bu insanlar ki, ay insanlar, Arazdan dərs götürün. Yəni Arazın tədqiqi, Arazın yanaşma tədqiqi, Arazın performansı, Arazın hansısa bir diskin hazırlanması, onun promotionu. Bugünkü gündə Azərbaycanda Business Marketing adlı bir şey, producing məktəbi çox aşağı səviyyədədir. Biz bunu dövlət səviyyəsində rəhbərliyindən də müzakirə edirik uzun illərdir və bu müxtəlif islahatların əsasında hansısa bir dəyişikliklər etməyə planlaşdırılmışıq. Amma məsələ ondan ibarətdir ki, hal-hazırda Azərbaycanda elə bir insan yaşayır ki, kim ki bunun
prodüsingi və biznes marketingi düzgün şəkildə müxtəlif sosial Evet, platformada evet. təbliğ etməyə bacarır. Yəni onların üslubu ilə. Çünki Azərbaycanda bu heç vaxt olmuyor və biz bunu hal-hazırda burada indi gerçəkləşdirmək istəyirik. Amma Çox yenə də güzel. onun başında birinci insan varsa Araz yanır. Və bir dənə də üçüncü Buyurun. məsələni Aha. deyəcəm. İstəyirəm hamısını deyim də. Deyin. Bir də ki, inanın ki, onu nə hardasa əldə eləmək olar, hardasa almaq olar, ya da ki, pul verib hardasa əldə etmək olar. Zövq. Zövq Araz deməkdir. Yəni baxın, ikisi də 4 hərfdən ibarətdir. Sadəcə orada Araz yazılır, burada zövq yazılır. Bəli. Yəni zövqün nə qədər mədəniyyətin nə qədər dərinliyi bu insan. Mən onu görə deyirəm. Mən başladım və səhərə qədər bitirməyəcəm. Bəli, təşəkkür Çünki edirəm. onun əlindəki olan, onun beynindəki olan mədəniyyət barəsində və ümumiyyətlə ölkəmiz barədə uzun illərdir işğal altında qalan torpaqlarımızın tarixçəsi, o adam ensiklopediyadır. Yəni gəzən ensiklopediyadır. Bəli, gəzən ensiklopediya. Çox sağ olun Emil bəy. Əslində dinləyicilərimizə də, izləyicilərimizə də Araz bəy haqqında daha geniş məlumat da çatdırdı. Çünki insanı anlayan, tanıyan, onunla işbirliyi quran peşəkar musiqiçilərdir və bugün sizin Mən çox fəxr edirəm ki, Araz İmanov kimi mədəniyyət işçisi, vətəndaşı, Azərbaycanlısı bugünkü gündə Azərbaycanı layiqincə necə ki ölkə daxili və eyni zamanda ölkə xaricində təmsil edir. Və Çox sağ olun, Araz onu bəylə dəqiq birlikdə də elədiniz. sizin o bilirik ki, yeni ideyalar var, planlar var. Onları hamısını həyata keçirin mütləq. Biz Mütləq. gözləyirik, sənət sevərlər Mütləq. gözləyirlər. Çox sağ olun, təşəkkür edirik. Təşəkkür edirəm Emil sizə. Əfrasiyab, Çox sağ olun. Respublikamızın əməkdar artisti, pianoçu və bugün həm də Azərbaycan Milli Konservatoriyasında populyar musiqi və caz ifaçılığı kafedrasının müdürü və siz də, elə sizin də belə deyək, kafedra müdürünüzdür Araz bəy. Onu qeyd etmədi Emil bəy. Bu yəqin ki, tamaşaçılar üçün, dinləyicilər üçün bir yenilik olacaq. Bəli. Mən hazırda Milli Konservatoriyamızın 4-cü kurs tələbəsiyəm və yaxın zamanlarda məzun olmağı planlaşdırıram. Ay, nə gözəl. Əgər Emil müəllim imtahanlardan bizi kəsməsə, məzun olacağıq. Və çox gözəl ki, siz bu musiqini həm də peşəkarcasına, yəni bu ikinci təhsilinizdir. Bəli. Musiqi təhsili almaq qərarına gəldiniz. Əslində zövq də yerində, musiqi haqqında anlayışınız da illərdir ki, o musiqi ailəsindən ən azından məlumatınız vardı, amma yenə də düşündünüz ki, mən bunun ali təhsilini almalıyam. Ehtiyac duydunuz. Təhsil önəmlidir. Bilik heç vaxt bitmir. Nə qədər çox qazansan, o qədər uğurlu olarsan. Sadəcə mən özümü natamam hiss eləyirdim bu istiqamətdə. Doğrudur, orta musiqi təhsilim var idi və ömrüm boyu musiqiçilərdən də, ətrafımda olan insanlardan da, əlimizin altında olan resurslardan da nələrsə öyrənməyə çalışmışam. Amma təbii ki, ali təhsil müəssisəsində verilən biliklər, aldığın məlumat bu bir fərqli təcrübədir və mənim gələcək həyatımda nə qədər olacaq bilmirəm, amma mənə lazım olacaq. Mütləq bu yolda da sizə uğur arzu edirik və məncə bu gənc ifaçılara da bir örnək, bir mesajdır ki, mütləq nə dərəcədə istedadlı olursunuz, o musiqi təhsili, məktəbi mütləq ki, öz sözünü hardasa deyəcək və mütləq özünü hardasa göstərəcək. 2018-ci ilə qayıtmaq istərdim icazənizlə Araz bəy. Həm də bu diplomatik fəaliyyətinizdən, musiqi fəaliyyətinizdən əlavə aşçılıqla da məşğulsunuz. Bunu da özə peşəkarcasına edirsiniz. Çünki maraqlı bir tarixi xatırlatmaq istəyirəm. Elə dinləyicilərimizə, izləyicilərimizə də yada salaq bizim hərbi paradımızı. Orada ordumuzla yanaşı həm də atlı süvarilərimizin də hər zaman iştirak etdiyi o paradımızı gözümüzün önündə indi canlandıracağıq və o bayrağı isə daşıyan şərəflə həmin paradda siz olmusunuz. Elədir. Belə bir şərəfə nail olmuşuq. Atçılıqla mən uzun illərdir məşğul oluram. Uşaqlıq fotolarımda 3 yaşında at üzərində artıq şəklim var, amma məşğul olmağa başlamışam təxminən 20 il bundan əvvəl. Və tale elə gətirdi ki, o paradda bayraqdar olmaq mənə nəsib oldu.
və orada iştirak edənlər də, o paradı təşkil edənlər də, və onu seyr edənlər də bilirlər ki, o nə böyük bir məsuliyyətdir. Çünki düşünün ki, göydən qırıcılar uçur, sol tərəfdə hərbi orkestr var gücü ilə ifa etməyə çalışır. Bəli. Və sən də sağında oturan dövlət başçılarının yanından başı dik, bayrağı tərpətmədən bir düz xətt üzərində heç bir səhvsiz, qüsursuz keçməlisən. Bu indi yadıma salıram, əlimin titrəyir. Çox çətin və məsuliyyətli bir an idi. Şükür ki, utanmadıq və uğurlu oldu. İmtahandan alın-açıq İmtahandan çıxdınız. keçdik. Həm də həmin tarix təkrarlandı. Artıq bizim Qarabağ atlarımızla Qarabağda, Şuşada, elə səhv etmirəmsə, Cıdır düzündə. Olub. Cənab Prezident Azadlıq meydanında olan paradların çoxunda həmişə deyirdi ki, biz bu bayrağı Şuşada, Xankəndidə dalğalandıracağıq və 2021-ci ildə Şuşa bəyannaməsinin imzalanması münasibəti ilə Cıdır düzündə bir at paradı keçirilirdi. Orada ölkə başçıları, Azərbaycan və Türkiyənin ölkə başçıları iştirak edirdilər. Biz də həmin tədbirin bir hissəsi idik, yəni süvarilər. Mən də cəlb olunmuşdum və həmin tədbirin məşq hissəsində biz Cıdır düzündə məşq edərkən bir neçə fotoqraf və mediaçı dostlarımız bunu çəkməyə başladılar. Çünki Cıdır düzündə Qarabağ atı ilə əlində bayraq və milli geyimdə Milli papaqda bir görüntünü əldə eləmək elə də asan deyil. Heç o vaxtdan bu vaxta ona bənzər bir görüntü də xatırlamıram. Və o tarixə düşdü, elə qaldı. Nə vaxtsa övladlarımız və fəxrlə izləyəcəklər. Nümayəndələri baxıb Bəli. o anları xatırlayacaqlar. Bəli. O anları elə biz də bax bayaqdan danışırsınız, insan doğrudan da fərəhlənir. İnsan qürurlanır ki, nə yaxşı ki, bax bu günləri yaşayırıq və bu günlərin belə deyək də müasiriyik. Həm sizin Şəhidlərimizin ruhu şad olsun. Bəli. Qazilərimizə sağlamlıq, rahatlıq arzu edirəm. Amin. Və ordumuz var olsun. Bizim ordumuzun sayəsində, Ali Baş Komandanın sayəsində biz torpaqlarımızı geri qaytardıq və şükür ki, indi bu günləri yaşayırıq və artıq hədəfimiz torpaq qaytarmaq, müharibə etmək, daha da silah-sursat baxımından kiməsə özümüzü nümayiş etdirmək deyil, artıq iqtisadiyyatımızı, yollarımızı, marşrutlarımızı gücləndirməkdir və bu istiqamətdə də hamımız görürük ki, böyük işlər gedir, çox şükür. Bu arada bizim bağlantılarımız da davam edəcək və bizi hazırda dinləyən dinləyicilərimiz arasında elə bayaq bizim prodüserimize də məlumat verildi ki, bizi hal-hazırda xalq artisti, gözəl ustadımız, tar ustadımız Elçin Həşimov dinləyir. O sizi salamlayır. Buradan Elçin müəllimi də salamlayırıq. Təşəkkür edirik və bugünkü proqrama görə təşəkkür edir bizə, Dalğa FM-ə, bizim heyətimizə və bugün mən belə başa düşürəm, peşəkar musiqiçilərdən hələ çox təşəkkür alacağam. Sayənizdə Araz müəllim, nə yaxşı ki, əslində bugün bizim sənət cəmiyyəsində bax bu cür sizin kimi sənətə dəyər verən insanlar var. Sənətə gəlib də gəlirlə düşünərək, məşhurluq düşünən insanlar az deyil, bunu siz yaxşı bilirsiniz. Amma sənəti düşünərək gəlib, sənətə yatırım etmək, sənəti təbliğ etmək, inkişaf etdirmək, yeni nələrsə yaratmağa çalışmaq, bu əlbəttə ki, hər kəsin işi deyil, hər insanın çiyinlərinə düşən bir ağır bir missiya deyil. Amma bunu siz öz çiyinlərinizə götürmüsünüz. Siz bilirsiniz ki, sənət aləmində bir çox yeniliklərə ehtiyac var. Elə məkanlarımıza da, musiqi məkanlarımızı da qeyd edək ki, yəni bugün musiqiçilərin özlərini təqdim etmək üçün çox az məkan var. Bəli. Yəqin ki, siz bunun fərqindəsiniz. Buradan mən də Elçin Həşimovu salamlayıram. Mən bir çox ətrafımda olan dostluq etdiyim musiqiçilərə Azərbaycanın milli sərvəti deyirəm. Düzdür. Elçin Həşimov da elə Elnur qardaşımız da onlardan biridirlər. Bəli. Mən onlara uzun ömür arzu edirəm. Çünki onların artıq məsələ təkcə sənətlərində deyil, onlar böyük bir məktəb yetişdirirlər. Onların artıq tələbələri də nəticələr verir. Artıq onların
üslublarını kimsə müraciət edir, özünü onlara oxşatmaq istəyir və O ənənəni davam və etdirirlər. ona Bəli. görə də mən ətrafımda olan belə dəyərli musiqiçilərə, o cümlədən İlkin Həşimova salam göndərirəm buradan. Bəli. Və o ki qaldı məkanlara, şəxsən mən və musiqiçi dostlarım Azərbaycanda 2 dəfə konsert vermişik. Bunların biri olub 2017-ci ildə Qubernator bağında. Bəli. Orada bir saat var, gözəl saat var. Aha, Qara divarın üzərində. Orada. Onun qarşısında Nə gözəl. bir səhnə düzəltdik. Bizim cateringlə işləyən dostlarımız kömək elədilər. Səs mütəxəssislərimiz kömək elədilər. Orada bir səhnə düzəltdik. Böyük çətinliklərdən sonra, icazələrdən sonra masaları yerləşdirdik. Ərazini qapatdıq ki, qonaqlarımız orada masalarda otursunlar və 300 nəfərdən artıq bir auditoriya üçün birinci dəfə orada mən, Cəmil Əmirov, Vaqif Əliyev, Tofiq Cabbarov, Yiğit Şənər, Ruslan Hüseynov bir konsert verdik. O möhtəşəm bir heyət. bu- Cəmil Əmirov başda Bəli, olmaqla, bəli. Buradan Cəmil müəllimi də salamlayıram. Qatılıram. Və digər musiqiçilərimizi də salamlayıram. Bu konsert sırf ingilis dilində olan nəğmələrdən ibarət idi və onların bir neçəsi də caz standartları idi. Və qonaqlarımız da əsasən səfirlər, diplomatlar, düzdür, mənim dostlarım ətrafımda var idi, amma xarici dinləyicilər də çox idi. Bəli. Və bu belə bir layihə oldu ki, biz Azərbaycanlı musiqiçilərlə Fikrət Əmirov nəslinin davamçısı olan Cəmil Əmirovla əcnəbilər üçün onların dilində bir layihə təqdim etdik. Daha sonra 2019-cu ildə o layihənin tam əksi olaraq biz xarici musiqiçilərlə Azərbaycan musiqisini təqdim etdik. Və, Alternativi, bəli. Emin Kərimi bu layihənin rəhbəri idi. Biz Amerika Birləşmiş Ştatlarından 4 çox yüksək səviyyəli musiqiçi dəvət etdik. Onlar Bakıya gəldilər və Yaşıl Teatrda təxminən 2000 nəfərlik bir auditoriya üçün gözəl bir konsert verdik açıq havada və burada səslənən əsərlərin hamısı da Azərbaycan bəstəkarlarının, Azərbaycan müəlliflərinin əsərləri idi və onlar da 100 albomunun içindədirlər, hansı ki hal-hazırda platformalarda, bu Spotify-da falan da var. Bəli. Biz albomu hazır edib sonra onu təqdim etdik. Yəni oxuyub sonra yazmaq qərarına gəldik. İlk olaraq albom təqdim olunur. Yeri gəlmişkən bugün bizim Dağlı FM radiosunda da səslənən ifalar həmin elə studiya versiyasında yazılan əsərlərdir. Daha bir bağlantımız var. Konsert mövzusuna isə qayıdacağıq. Azərbaycanda elə Azərbaycan ifaçılıq sənətinə zamanında həm muğam rock qrupunun yaradıcısı və rəhbəri olan bəstəkar, şair Rasim Zəfərli hazırda telefon bağlantısındadır. Rasim müəllimi salamlayırıq. Hər vaxtınız xeyir olsun. Aleyküm salam. Bəli, aleyküm salam. Nasılsınız Rasim? Sizi də, Araz bəy də, radyonuzun hörmətli əziz dinləyicilərini də salamlayıram. Bəli. Nə çox xoş oldu mənə ki, mən Arazla əlaqədə telefon açdım. Bəli, təşəkkür edirik. Çox sağ olun. Əslində bugün Rasim Zəfərli bir Araz bəyin əmisi kimi deyil, bir peşəkar musiqiçi və bugün musiqidə böyük hərqələr yaratmaq iqtidarında olan musiqiçi haqqında istərdik fikirlərinizi alaq. Araz hələ uşaq vaxtlarından artıq musiqiyə olan həvəsini biruzə verir. Bəli. Sizə qısaca bir əhvalat danışım. Çox kiçik idi Araz. Hələ heç bəlkə də 1 yaşı, bəlkə də yox, elə 1 yaşı olmamışdı hələ. Nətər oldusa, Arazı mənə tapşırası oldular ki, mən baxım Araza. Atasız anası arası getmişdi. Adətən belə hallar olanda Arazla onun yerlənəcəyində onu gəzdirirdim, edirdim. Amma həmən günü mənim məşqim var idi. Ozan qrupunun məşqi var idi. O vaxtki İnşaat Mühəndisləri İnstitutunun, indiki Memarlıq İnşaat Universitetinin akt zalında. Bəli. Nəysə Arazı da özümlə gətirdim
Gəlib universitetin zalına çatanacan Araz yatdı. Araz yatmış şəkildə özü bir qəşəng kombinezonu vardı. İsti kombinezon. Çünki soyuq aylarıydı. Arazı koydum rayalın üstüne, kapağı açılmamış şekilde rayalın üstüne. Ve kombinezonun da yakasını açtım. Araz da yatmağında devam ediyor. Biz de başladık məşqə. Ben de bir baxıram, görüm ki Araz uyanır ya yok. Biz deməli təsəvvür edin ki, hayküy, rock çalırıq. O hayküydə Araz yatmışdı. Onun için bir layihaydı o. Elə ki sakitləşirdik. Yani ki nəsə bir mahnılar arasında fasilə yaranırdı və yaxud da ki nəysə müzakirə edirdik. Araz uyanırdı. Uyanırdı ve başlayırdı ağlamağa. Biz başlayanda çalmağa sesini kesildi, təmkənlər gətirdi. O artık bir signal idi sizin için. Bəli. Araz ümumiyyətcə mənim mahnılarımı ən çox və ən yaxşı ifa edən bir musiqiçidir. Bəli. Araz həmən mahnılara, mənim mahnılarıma yeni bir nəfəs verir. Onları yeni aranjmanda daha müasir səslənməklə təqdim edir. Bəli. Mənə çox xoşdur ki, bəzən bizim səslərimizi qarışdırırlar. O dərəcədə. Hətta birgə ifa etdiyimiz mahnı da var. Şəhidlərimizə həsr olunmuş. Harasa getmişəm, harasa getmişəm mahnısı. Bəli. Və orada da məni də Arazı da yaxşı tanıyan adamlar səslərimizi səs salırlar. Bu da çox xoşdur. Əlbəttə. Bugün Araz bəyin musiqi zövqünün formalaşmasında və bugün musiqidə olmasında sizin rolunuz əlbəttə ki danılmazdır. Yəqin ki Araz müəllim özü də bunu təsdiqləyər. Təşəkkür edirik. Çox sağ olun Rasim müəllim. Siz də sağ olun. Və Araz bəylə hələ bundan sonra maraqlı çıxışlarınızı da gözləyirik. Canlı. Əlbəttə. Təşəkkür edirik. Çox sağ olun. Var olasınız. Çox sağ olun. Uğurlar arzu edirəm. Çox sağ olun. Düşünürəm sənətin səsində Rasim Müzəffərlinin səsini tanıyanlar çox oldu. O Ozan qrupundan, o Pəncərə mahnısından, neçə əsərlərin müəllifidir. Allah can sağlığı versin. Bəli. Təəssüf ki, söhbətimizin sonuna yaxınlaşırıq. Amma Rasim bəyin bax o söylədiyi məqamlar, o musiqinin belə deyək də müşayiəti altında böyümüsüz də. Yəni xəmriniz onunla yoğrulur. Bəli, həm Ozan qrupu, həm evimizdə babam, nənəm bir daha deyirəm, onlar elə zümzümə etməkləri kifayət idi. İndi də qulağımda cingilləyir səsləri. Bəli. Və valideynlərimin də musiqi zövqü çox unikal idi. Yəni təsəvvür edin ki, bir evdə həm Zeynəb Xanlarovanın plastinkası var, həm Abba var, həm Beatles var, həm Diana Ross var. Yəni bunların hamısına eyni vaxtda qulaq asanda nəsə bir şey olmalı. Mütləq nəsə ortaya bir maraqlı bir zövq çıxmalı idi və zövq çox önəmlidir. Emilin də qeyd etdiyi kimi zövq var, sənət var, istedad var və bugün həm də peşəkar musiqi təhsili alırsınız və ən əsası da istək var. Potensial var. Bu yolda sizə uğurlar arzu edirik. Çox sağ olun. Çox şad oldum sizinlə bugün canlı ünsiyyətdə olmaq, amma bir maraqlıdır ki, bax 2018-2019-da söylədiniz konsertiniz olacaq. Olub. Bax ona elə gətirirəm ki, nə zaman bəs olacaq? İstərdik bax həmin o peşəkar musiqiçilərlə sizin canlı konsertinizi biz də gəlib izləyək, dinləyək. Söylədiyim kimi Milli Konservatoriyanın tələbəsiyəm və onu bu təhsili bitirəndə konsert verməlisən, məcbur. Bu da gələn il olacaq. Arifə bir işarə, bəli. Bu da gələn il olacaq. Mən çox istəyərdim ki, elə dostlarım Emil Əfrasiyab, Emin Kərimi ilə bizim ağlımızda uzun müddətdir olan bir layihəni gerçəkləşdirək və indi onun müzakirələri gedir. Baxaq görək nə ilə nəticələnəcək. Çox sevindirici bir xəbər oldu verilişimizin sonunda. Sənət sevərlər, musiqi sevərlər və dəyər verənlər, o sənət sərrafları da əminəm ki, sevindilər ki, bax bu cür layihə olur, gözlənir. Elə biz özümüz də şadıq. İnşallah sevə-sevə gəlib iştirak edəcəyik. Çox təşəkkür edirəm Araz müəllim. Mən təşəkkür edirəm. Uğurlar arzu edirəm radionuza. Minnətdaram. Sonda isə elə Rasim Müzəffərli musiqisi, amma sizin ifanızda və Etibar Əsədlinin də ifası birgə sən getdin.
Bu da 70-ci illərin sonunda yazılmış mahnılardan biridir. Səhv etmirəmsə əmin bunu hələ uşaq yaşlarında bəstəyib Bəxtiyar Vahabzadənin sözlərinə. Biz də pandemiya ili idi səhv etmirəmsə, ya 2019 idi ya 2020 idi. Etibar əsədliyi ilə bunu yeni aranjmanda hazırladıq. Ümid edirəm ki, zövqünüzə oxşayacaq. Mütləq qısa bir aradan sonra elə son ifa bu saatımızda həmin əsər olacaq. Verilişimizi isə bütünlüklə Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından günün sonunda bir daha izləyib zövq almaq imkanını, şansınız var. Dalğada eşitmək və görüşmək ümidi ilə salamat qalın. Sağ olun.